İbn-i Cəzri və ya Cəzəri bu nəzərində miqyas ölçü necədir? 1. Səhhət-i sənəd, sənədin səhihliyi. Bu, hara götürmüsən? Mənbə harandır? 2. Ərəb qrammatikasının qayda-qanuna uyğun olsun. 3. Osmanın tərtib etdiyi rəsmül xətt, o xəttlərin rəsmliyi, yazılmış kəmələrə uyğunluğu olsun. Osmanlı dövründə necə yazıb tərtib olunsa, o mushəf, bunun da oxuduğu o qiraat ondan uyğun gəlsin, əksinə oxunmasın. Sonra Cəlaləddin Suyuti, da sünni alimidir, gəlir deyir ki, bu qiraətlər barəsində ən gözəl sözü İbn-i Cəzri deyir. Bu axırın dediyimiz. Ki öz zamanında qarilərin böyüklərindən biri idi. Bu təbii ki, sünni aliminin, obur sünni alim barəsində ki, o da sünni alimidir, İbn-i Cəzri, Suyuti həmləsi bir tərifi. İbn-i Cəzri deyir ki, həm bu adım çəkilmiş şəxs, qeyd olunmuş 3 şərt qiraətin səhihliyində şərtdir. Bu şərtlərə cavab verməyən hər hansı bir qiraət, hər hansı bir Quran kəlməsi deyək, qarinin oxuduğu və ortaya çıxartdığı hər hansı bir kəlmə bu 3 şərtə uyğun gəlməsə mərduddur. Mərdud yəni ki, rədd edilmiş, qəbul edilmir. Amma şalim gəlir, mərhum Ayətullah Məhəmməd Hadi Mərifət ki, adını mən demək ki, hər dəst çəkirəm. Demirəm, onun hər sözü əladır, yox, onun da fərqli fikri var, məsələn üçün. Bu baxımından açıq oxumuş barəsində. Onun kitabı var 20 cild ərəb dilində. Yəni almağa, oxumağa həqiqətən dəyər Quran sahəsində. Ət-Təmhid fi Ulumil Quran kitabı var. O kitabında gəlib deyir ki, mən İbn Cəzrin bu şərtlərin bəzisini qəbul eləmirəm. O da işkal. İşkal yəni ki, İrad. Filankət filan sözü deyir. Baxın, kimsə filan söz deyirsə, çıxışında, dərsdə, o, bu deməkdir, o artıq ona cavabdehdir. Yəni, tənqid qapısı açıq olmalıdır. Demirsən, yaxşı. Bizim məsələn bir iradımız var. Sən bu dediyin, ortaya faktları qoy. Biz sən bu sözü qəbul etmirik, filan faktlara görə. Yəni, bir düşünməyək ki, filan kəs deyibsə, vəssalam. Yox, filan kəs İmam Peyğəmbər deyil. Filan kəsin də sözünə səhv ola bilər. Mənim də, sənin də hamısın. Qəbul eləmirsən, ədəblə, təhqirlə yox. Ədəblə, ədəb çərçivəsində və elmi faktlarla, sivri formada fikri bildir. Deyir ki, cənab İbn Cəzri, mən, Ayətullah Mərifət, mən bu sizin fikrinizi qəbul eləmirəm. Bəzi düşür ortaya fanatlar, şəxsiyyətpərəstlər. Yox, sən nəyə qəbul eləmirsən? O filan kəsdir. Deməli, sən onun paxılısan. Deməli, sən özün reklam olmaq istəyirsən. Sən burada niyyətin nədir? Tanımaq istəyirsən. İndi həm problem var, bizdə çox təəssüf ki var. Söz deyə bilmirsən ki, çıxışlayanın çıxışı səhvdir. Və beləcə meydan verilir. Bazar açılır o adam üçün. Deyir, hə, sən ölürsən, mənim qəşəng bəzi axmaq, bəzən müəyyən mənə yaltaqlıq eləyən fanatlarım var, onlar qoy mənə müdafiə eləsin, mən nəsə danışım. Bəzi şərəfsizlik eləyib, yansızlıq ilə gəl danışır. Bilir ki, bunun axmaq fanatı var. Fanat odur ki, haqqı müdafiə eləsin, da şəxsi yox. O görə bizim də nə vaxtsa iradımız olanda tərəfə ədəblə bildirməliyik. Tərəf gəlsin desin ki, yox, sən sözümə haqqın yoxdur. Axı nəyə görə? Hə, sən bilirsənsə, mən sən paxılsan. Yəni, mən susum ki, və ya o sussun ki, o nəsin danışsın, məndən var, paxıl mənə damğası vurulmasın deyə. Bugün bizdə həm problem var, çox təəssüf ki, yəni ona narahat olmuyor. Kim nə deyər bizim ağırlığı deyil. Haqqı deyilsənsə vəssalam da. İmam Peyğəmbər də dəl deyirlər, sehirbaz deyirlər. Bu yol belədir. Tikanlı yolda əqalınsa, mən demişəm, əqalınsan tikanlı yolda. Bugünkü ümmətin ruhanisi olmaq çox çətin məsələdir. 14 əsrdir ki, hələ bu problem var. Bugünə qədər də. Bugün olmalı deyil əslində, amma bir düzəlməliyik də. 124 Peyğəmbər, 12 imam, alimlər, müşəhidlər, təfsirlər, hədislər,
Hələ biz nəsə düzəlmək istəmirik. Deyir, yox, insanın fikir bilmə haqqı var. Fikir deməsən, tənqid qapı açıq qoy. Qoy sən fikir bildirsinlər. Bu adla mərifət, mərhum gəlir buna bir işgallar deyək, iradlar bildirir. Bu məsələnin səhihliyi barəsində. 1. Bunlar mən deyirəm, bunlar yaxşı mövzulardır ya. Çünki sabah siz dərs keçəndə həqiqətən bu sizə lazım olacaq. İndi baxmayın ki, təcviddə falan yox. Yəni təcvid elə zadın məxrəci, dil hərfləri, ixfanı sıx, idğamı nə ilə, məddi uza. Təcvid o deyil, təcvid o səthidir, üzdə. Bax, təcvid bulardır. Oxumuşuq, tilavət nədir, qiraət nədir, təcvid elmi nədir, qiraət elmi nədir. Bugün oxuyacaq, qiraət nədir, qiraət elmi nədir. Biz bunları bilməliyik. Ən azı Quran tanışıq ünvanda və çox xoş hallarda ki, bu adam bunu bilirlər və təcvid müəllimi işləyirlər. Bunlara deyirəm müəllimlər. Onlar da kimsə bilmir, müəyyən səviyyədə müəllimdir, Allahın köməyi olsun. Amma daha dərindən bilmək lazımdır bunları. Biz bilməliyik ki, təcvidin şəriətdə mövqeyi necədir? Şəriət o necə baxır? İnşallah yavaş biz deyəcəyik, rahat olun, gəlirik də. Hatta mərifat deyir ki, mən sən İbn Cəziri, mən sən fikrə qəbul eləmirəm. Onun fikri nə idi? Deyir, biri budur ki, sənədin səhihliyi olsun, kəlmənin doğruluğunu sübut edən bir etibarlı sənəd. İkinci, Osmanlı xəttinə uyğun gəlsin və üçüncü, ərəbin qrammatikası uyğun gəlsin. Ədəbiyyat ərəb, ərəb ədəbiyyatı bunu qəbul eləsin bu sözü. Birinci mənim iradım budur ki, sizə. Mən görmüşəm, beləcə böyük alimlərdir, başqa mövzuda söhbət edirlər, ədəblə danışırlar. Çox qəşəng, səbirlə, sözlərini kəsmirlər. Qutardı, Allah kömək olsun, Allah minnətdaram sənə. Mən amma fikir qəbul eləmirəm. Çünki siz burada filan söz dediniz, filan hədis bunu qəbul eləmir, bu hədis etibarlıdır, filan şeyə görə. Ayə budur, sizin fikir qəbul eləmir, ayə mənası budur. Qrammatik məna, nə, oradan əsl belə elm əhli insanlar. O deyir, az bilən çox bilən az danışar. Məsələn, gələ insan elmi olsun ki, o bəhs eləyə bilsin. O üçün demişəm, hər hansı mövzuda dərin bilimiz yoxsa, bu arada bəhs eləməyək. Bilirsə, lap əla. Hər hansı mövzuda dərin, lap dərin bilimiz yoxsa, bəhs eləməyək. Çünki sən tərəfin qarşısında aciz qalmayasan deyə danışacaqsan, onun hər sualına cavab verəcəksən və hər sənin cavabın çıxacaq sənin əqidənin adına. Ki, bu əqidənin müəllifəsi belə danışırdı, mən bunlar belədir. Mən baxıram bəzən TikTokda, məsələn, canlıda görürəm, ya məsələn, canlıda sonra zapsı qoyurlar. Mən və ateist, deist, başqa məsələdir. Məsələn, müsəlman çıxır onun canlısına, şiə, qeyri-şiə, vəhabisi, sünnisi. Baxsan ki, elementar suallar verir buna. Bu deyir, ya bilmirəm, ya deyir ki, budur. Ha, bu səhv deyir. Mən baxıram, bu müsəlman səhv deyir. Elə cavab yoxdur. Odur ki, budursa, deməli, Allah belədir. Adil deyil. Bilmirsə, sən niyə bəhs edirsən ondan? Gələ bizim elmimiz olsun, əzizlər. Elm. Elm olmasa insan məğlub olacaq.